28 iyun 1837-ci ildə Şirvan əyalətinin Zərdab kəndində anadan olmuşam. Babalarım Fətəli bəy və Rəhim bəy Şirvan bölgəsinin ən nüfuzlu və tanınmış bəyləri Zərdab kəndinin naibi idilər. Çar ordusunun zabiti olan atam Səlim bəy həmişə təhsilə, elmə, incəsənətə önəm verirdi. Atamın və dostlarının söhbətləri elmə, təhsilə marağımı artırmışdı. İlk təhsilimi Mollaxanada aldım, 1852-ci ildə isə Şamaxı şəhər şkolasına daxil oldum. Qafqazın maarif müdiri məni Tiflisə apardı və hökumət hesabına gimnaziyanın 5-ci sinfinə qəbul olundum. 1861-ci ildə Tiflis gimnaziyasını bitirdim, yeni hökumət hesabına Moskva Universitetinə göndərirdim. 1867-ci ildə təhsilimi bitirib vətənə qayıtdım, Tiflisdə torpaq idarəsində Qubada məhkəmə katibi olaraq çalışdım. Bir müddət müstəqil məhkəmə vəkilliyi də etdim. Məmurların qanunlardan xəbəri olmayan əhalini aldatdıqlarının, onlara qarşı haqsızlıq etdiklərinin şahidi oldum. Ədalətsizliyə qarşı çıxdım və bu səbəbdən sui-qəsdə məruz qaldım. Lakin Allah məni qorudu. 1869-cu ildə Bakı gimnaziyasında müəllim kimi işə başladım. Qafqazda fəaliyyət göstərən gimnaziyalarda çalışan müəllimlər içərisində yeganə ali təhsilli Azərbaycanlı idim. Gimnaziyalarda Azərbaycanlı şagirdlərin sayı çox az idi. Maarifdən, elmdən məhrum bir xalqın işıqdan məhrum olduğunu bildiyim üçün Azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün təbliğat aparmağa başladım. 1871-ci ildə xeyriyyəçilik cəmiyyəti yaratdım. Qafqazı gəzərək cəmiyyətə üzv toplamağa çalışırdım. Yanələr böyük zəhmət ilə yığılırdı, əhali və hətta nizamnamə ərizəsinə imza atanlar da xeyriyyəçilik çağırışına yetərincə qoşulmurdu. Odur ki, cəmiyyətin vəsaiti yetərsiz olduğu üçün fəaliyyəti dayandı və tədricən bağlandı. 1872-ci ildə Hənifə xanım ilə ailə həyatı qurmuşam. Hənifə xanım mənə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı oldu. Birgə yaşadığımız müddətdə mənə həmfikir olur və yardımlar edirdi. 1873-cü ildə mənim və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Axundzadənin komediyaları səhnələşdirildi və Azərbaycanda, eləcə də bütün müsəlman şərqində peşəkar teatrın təməli qoyuldu. 1896-cı ildə isə ziyalılar ilə birlikdə professional teatr kollektivi Müsəlman Dram Truppası yaratdıq. 1870-ci ildə türk dilində qəzet çap etdirmək üçün fəaliyyətə başladım. Müəyyən dairələr və eləcə də ermənilər türk dilində qəzetin çap edilməsinə imkan vermək istəmirdilər. 5 il mübarizə apardıqdan sonra 1875-ci ilin iyul ayının 22-sində arzuma çatdım və Əkinçi qəzetini çap etdirməklə milli mətbuatımızın təməlini qoydum. Qəzet tezliklə Ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi, sonra Avropaya da gedib çıxdı. Əkinçi az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. 1880-ci ildə ailəm ilə birlikdə Zərdaba köçdüm. Kənddə yaşadığım müddətdə sakinlərə hüquqlarını, vergi qanunlarını öyrədirdim. Qəzetlərə məqalələr də yazırdım. 1885-ci ildə isə Zərdab kəndində 2 sinifli məktəbin açılması haqqında qərarın verilməsinə nail ola bildim. Eyni zamanda şəxsi təsərrüfatımda da çalışırdım. 1896-cı ildə yenidən Bakı şəhərinə köçdüm. Ermənilərin xalqımızı 1000 illik tarixindən məhrum etmək siyasəti apardığını başa düşürdüm və buna qarşı bacardığım qədər mübarizə aparırdım. İrana da bir neçə dəfə səfər edərək Nəsrəddin Şahdan Şimali Azərbaycandakı əhalinin taleyin hökmünə buraxılmamasını xahiş etmişdim. Bakıya qayıtdıqdan sonra çətinliklərə baxmayaraq Duma üzvləri arasına düşə bildim, ardıcıl olaraq Dumaya üzv seçildim, əvvəl təftiş komissiyasının üzvü, sonra sədri, məktəb, tibb, bağçılıq və təsərrüfat komissiyalarının daimi üzvü. Yarmarka komitəsinin və su təchizatı komissiyasının üzvü olmuşam. Eyni zamanda Qocalar evinin qəyyumu, Mariya gimnaziyasında qəyyumlar şurasının üzvü idim. Bakı Rus Müsəlman Qız Məktəbinin layihəsinin və nizamnaməsinin hazırlanmasında iştirak etmişəm. Folklor xalqın zəkası, idealı və temperamentidir. Odur ki, milli folklor nümunələrimizə də çox dəyər verirdim, onların qorunub saxlanması üçün çalışırdım. Gənclərə deyirdim ki, sizin bir zaman qəzet və jurnallarınız olacaq, odur ki, folklor nümunələrimizi bütün insanların qulağı üçün əlçatan etmək lazımdır. Müxbirlərə ana dilindəki mahnıları, nağılları, misalları, atalar sözlərini toplamağı və onları qoruyub saxlamağı məsləhət görürdüm. 1901-ci ildə milli nəğmə mətnlərindən ibarət olan Türk nəğmələri kitabımı ilk dəfə nəşr etdirdim və pulsuz olaraq məktəblərə payladım.
Bakı qubernatoruna qızlar üçün Rus müsəlman məktəbinin açılması ricası ilə müraciət etdim. Rus administrasiyasından icazə ala bilsəm də, məktəbin açılması üçün vəsait tapa bilmədim. Nəhayət, Hacı Zeynalabdin Tağıyevin səyi və əməyi nəticəsində 1901-ci ildə Bakıda Qızlar Məktəbi fəaliyyətə başladı. Məktəbin Qəyyumlar Şurasına üzv seçildim. 20-ci əsrin əvvəllərində yenidən xeyriyyəçilik cəmiyyəti yaratmağa təşəbbüs etdim və cəmiyyətin nizamnaməsi 1905-ci ildə təsdiq edildi. Yenə bölgələri gəzər, bütün gücümü sərf edərdim ki, cəmiyyətə mümkün qədər çox üzv cəlb edə bilim. Bakıda Azərbaycan müəllimlərinin qurultayının çağırılmasına təşəbbüs etdim. 1906-cı ildə keçirilən birinci qurultay mənim sədrliyim ilə baş tutdu. Bu qurultayın qərarlarına hökumət əhəmiyyət verməsə də, bəzi vacib əhəmiyyətləri oldu. Belə ki, müəllimlər öz doğma ana dillərinə daha çox fikir verməyə, türk dilini bilməyən müəllimlər isə bu dili öyrənməyə başladılar. Ətrafımda olanlara deyirdim ki, istəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun, onda millətə dil verin, türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin, onlar yaşasın, qabağa getsin. Xəstə olduğum üçün ikinci qurultayın iclaslarında iştirak etməsəm də, qurultaya təbrik məktubu göndərdim. Tövsiyəm odur ki, öz işin üçün mükafat, tərif və sairə axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə xalqın inamını qazanmaq lazımdır. Bir də xahiş edirəm ki, mənə təntənəli dəfn düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar.